Bütün nümayəndəlik tapşırıb, göstərişim verdi, gəldilər, sağ olsunlar. Hemen şirketin nümayəndələrini də çağırdılar, başladım mənim işlərimi çiğləməyə, yerinə yetinməyə. Evet, ben yerine yetirmeyeyim ne arası. Birinci olan, bunun kişinin videosunu birinci mən yaydım. Azadlıq Radyosu, tam məndən götür. Hamı gruplarında paylaşdım, 400 kanalda. Mənə baxdılar, gruplarından götdü, hamı paylaşdı. Bütün ölkə bu videonu paylaşdı. Yani necə ola bilər deyə göstərməsinlər. Şikayetim var, ne bir şeyim var, heç bir mənim. Gör nə deyir, nə şikayetim var, nə bir şey. Poq yedi məsəl var, baxın. Hemen şirketin nümayəndələrini də çağırdılar bura, başladım mənim işlərimi çiğləməyə, yerinə yetinməyə. Heç birində nə şikayetim var, nə bir şeyim var, heç bir mənim. Heç birində çiğləməyim. İntihası heç o başka o video şeyler var ya, medya kurumlar. Onlar yalanlar üzerinden son vakka çalışmasınlar. Əsəbləşdiyimə görə də bu işi görmüşdüm. Arkadaşım, sen əsəbləşib çəkdiyin videonu, o gerçəkliyi biz də əsəbləşə yayınladıq. Nə qaydaq indi biz? Heç kimdə şey eləməsin deyə o video blog elə. Bunu hökumət kanallarda paylaşdı, biz də paylaşdıq. Ama Ben oldum ki, mən heç görməyədim, yaxşı nümayəndəliyim mən. Söyləsəydim, müraciət eləsəydim, yenə də işdə olmazdı. Ağsaqqal, ben ne demiş ki, dayanmadan deyirəm, baxan yoxdur. Evet, xüsusi nümayəndəliyə dedin, dayanmadan deyirəm, hamıya müraciət eləmişəm, baxan yoxdur. İndi deyirsən ki, gərək deyək, xüsusi nümayəndəliyə deyərdim. Bax, görürsün adamı nətə. Yox, Ağsaqqal, yox. Onu əli kərmi titirib. Onu vicdansız əli kərmi elətdirib, bax. O xalq cəbhəsi elətdiribdir. Cəbhəçilər tikib sənin evin. Bax, belə deməliydin sən. Əslində utanmasan belə dedizlər, utanmasalar belə dedirəcəkdilər səni. Buna bax. Son savaşından hamısı gəldilər, mənim işimdə həll elədilər. Tapşırım verdilər. Bunu bəlkə də heç olmasa, literik olmasa da bir Pepsi-Cola butulkasını yeridiblər yəqin. İndi başlayırlar işləməyə. Ertəndən də başlayacaqlar işləməyə. O video forumlarda... İşləməyə deyəndə yamadılar, çıxdılar, getdilər, nə istəyəcəklər? Gəl, o həyatını mı əkəcəklər? Çox səhv eləyirlər ki, məni şey eləyirlər, aylan şey eləyirlər. Mən onlara müraciət eləmişdim ki, media forumlarda ki, mən gəlsin işlərimi görsün. Sadəcə, gör insanı hakimiyyətə görə qoyur, bir sürətərdir. Adam, görün, hökumət insanı, bu boyda ağsaqqal kişidir, meymuna döndərdilər, sifətə bax. Ya bu kişiyə də günah yoxdur ki, bunu çəkən uqalovnikdir, bunu çəkən polisdir. Bu elə belə çəkmir ki. Bunu meymuna döndəriblər ya ağsaqqalı ya, buna baxar. Şimdi mənim işlərimə karışmasın, heç də mənim işlərimdən məşğul olmasınlar. Mən özüm bilirəm, özümdə görürəm, indi onu da elədiyimə də bir peşman oldum, mən şeylər həmən. O üçün adamlar gəlib əsəbləşdirmiş deyə, burada bir qadisi qıraraq yazdı, Allah şeyləmişdi. Bir videoda 5 dəfə, 6 dəfə deyir, peşman olmuşam deyir, peşman olmuşdum deyir. Və ona görə də televizörü çevireyim, mən də heç kimdə hallandırmasın, heç kimdə şeyləməsin ki, deməsin ki, mən burada oldum. Bu kişidə günah yox. Prezidentimiz də, ölkəmiz də, onlar yerin nümayəndələr də sağ olsunlar. Bəlkə buraya Ay ağsaqqal, prezidentin sağ olmasın sənin. Prezidentin var idisə, niyə sənin bax burada suyun yoxdur, ora 2 tonluq baçok qoyursan? Sənin prezidentin var idisə, niyə bax bu evlər, bu kənd dağ yamacında sel tutan yerdə tikilib, bir dənə normal Bakıda yağan yağış yağsa, orada bir dənə ev qalmayacaq. Ay bədibə oğlu, sənin prezidentin var idisə, normal adam idisə, niyə görə sizin Gestapo kimi hamınızın reşotkaları eynidir? Niyə görə sizin özəl zaborlarınız, özəl necə oraya 2 dənə ağac əkəməyibsən, 2 dənə ağac. Bir dənə bataldakı evlərə də baxıram, mən bayaqdan videoda fırlanıraq evin başına. Bir dənə ağac yoxdur. Gör, bu boyda kişini meymuna döndəriblər, meymuna. Bu kişi, bunda günah yoxdur ha. Günah ölkədədir. Bu kişiyə gör necə işgəncə veriblər ki. Necə hədəliyiblər, necə qorxudublar ki. Yazıq belə danışır. Gördünüz mü deyirlər? Kəndə oxşur ya bu. İt yuvasına oxşur bu. Bu kəndə oxşur baba. Bayaqdan fırlanır. Kəndə bax, Keçəl təpə. Yamaç, sel tutan yamaç. Biz kətçi balası hamımız bilir. Baba, tülkü yuvalarına oxşur. Tülkü uluyan yerlər var ya o. İrəməli. İlan məliyən yer deyirlər o yevlaxılar. Bax, ilan məliyən yerə oxşur ya. Belə çıxar. Bizlər pulu niyə yeyirsiniz ki? Bizlər pulu niyə yeməlisiniz ki? İşığa təyəfəncə pul vurmuşam. 6 manat pul vurmuşam. 6 manat. Onu 2 manatını yoxa çıxır. Birinizdə. Bana orada göstərir. 4 manat qalır. 4 manat qalır. 4 manatı kəpirəm taxıram. Bu çok iyi ya. Bu vurduğunuz soçka. Taxıramına. Yoxa çıxır. Xahiş edirəm onu hamı yazsın, nə qədər ayda işıq pulu verirlər. Xahiş edirəm yazsın. Deməli deyir işıq pulu vermişəm. Ay ərzində, yəni bir ay ərzində nə qədər işıq pulu verirsən. İndi ev var da normal 4-5 ailəli evdən gedir söhbət, 4-5-6 nəfərlik ailədən. 50-55 manat, 25. Mən Azərbaycanda onda yadıma gəlir. Mən də 35 manat zat verirdim, amma sonra bahalaşdı da işıq. Ümumi dəyərləmə şey də nəzər alın da qadın alım. O ilin əvvəlində o limiti keçməyi hamısını təxminən nəzər alın. Orta hesabdan ay ərzində nə qədər pul verirsən? Orta hesabdan. İndi bildim də yayda az olacaq, qışda çox olacaq. Sən ortalamada yayda 20 manatsa, qışda 40 manatsa ortalama 30 manat yaz. Mən burada nə qədər verirəm? Burada 100 manat yazan var, 80 yazan var, 60 manat, 30. Almaniyada necə? Qab yüyən maşın, paltar yüyən maşın, qab yüyən maşın, hamam, hər şey, bilirsiniz də xarici, hər şey elektrikdir. Almaniyada hər şey elektrikdir. Almaniyada mən 50 euro, 49 evin içində 50 euro hər ay məndən çıxır, 50 euro.
Yəni sosialın ötürdüyü puldan 50 euro hər ay çıxır. Bilirəm ki, ilin sonunda açot-çot olacaq və heç olmasa mənə bir xeyli pul qaytarılacaq. Mənim Almaniyada işığımın pulu hardasa 30-35 euroya, yəni 60-70 manata başa gələcək. Almaniyada. Necə ola bilər? Müəllimin 5000, qamaxoz işsin 5000, 4000, zibil yığanın belə, zibil, nəsə bu da hamısı avtomatik söz yox, amma o da zibil yığandır hər nə. Zibil yığanın belə 5000, 6000 euro maaş aldığı bir ölkədə, medsestranın 4000, 5000 euro aldığı bir ölkədə necə ola bilər ki? Azərbaycan qədər olsun işığın qiyməti. Axı Almaniyadan fərqli olaraq Azərbaycan o elektrik enerjisini özü istehsal edir axı.